Esselamu Aleyküm ve Rahmetullah. Aleykümselam ve rahmetullah. Necəsən gözəl qardaşım? Sağ ol, şükür Allah, özüm yaxşıyım, sən nəsən? Hamdolsun Allah. Səncə bizim canımızda kim var? Kim var? Məhəmməd Siraj. Nə gözəl, salam. Onu da salamlayıram, digər izləyiciləri salamlayıram. Nə qədər deyirəm qalxsın yuxarı, şeyxdən bəhrələnək, öyrənək, qalxmır. Təəssüf. Qardaş, xahiş edirəm, deyirəm qalxsın, bizim həm sənin izləyicilərin, həm mənim izləyicilərim Məhəmmədi tanı. Mümkündürsə özün canlı aç, qardaşım. Özün yayım aç və qoşul bizə. Çox xahiş edirəm. Sənin həm səsini eşitsin cəmiyyət, həm səni tanısın. Bizim ruhanimizi, alimimizi, şeyximizi insanlar tanısın. Necə ki elmini tanıyırlar, necə ki Səbuhini, necə ki hamımızı tanıyırlar. Məhəmmədi də tanısınlar. Mən cahil də sizin yanınızda fırlanıram ki, hörmətli adamam. Estağfurullah. Sən də alimsən. Estağfurullah. 111 çox sağ ol, qardaş. Aleykümselam cəmiyyən. Bu suala cavab vermə məqsədinə canını asmamışam. Müntəzir müəllim dəvət elədi, müzakirə eləmək istədi, mövzu var deyə asmışam. Məhəmməd gələ bilsəydi lap gözəl olardı. Səbuhi gələ bilsəydi lap gözəl olardı. Amma inşallah ki yayımdan deyəsən çıxdı Məhəmməd, yəqin getdi canlaşmağa deyə ümid edirəm. Allahın izni ilə inşallah. Mənim mövzum bugün nədir? Mən düşünürəm bu mövzu həm eyni zamanda çox 30 dəqiqəyə gəlirəm. Səbuhi də gəlir. Məhəmməd sən də gəl. Yığılır, komanda yığılır. Çempionlarla bir dənə də dünya çempionatı biz eləyik. Neyse 30 dəqiqə səninlə söhbətləşək qardaşım. Deməli mövzumuz nədir? Mövzumuz budur ki, Məhəmməd Sirajın səhifəsinin Mədət Əli bir dənə arada getib bax gör canlı açıbsa, biz birdən oyunda olaraq bu formada bilmərik. Mənim dostum da var dostum. Elvində də var deyə düşünürəm. Bizim ikimizdə də var. Birdən yayımda olar bilmərik. Ona görə şeydir, arada bilim də yəni nədir nə deyil. Elə olsa biz üçümüz qoşulaq, sonra Səbuhi dördümüz. Hə. Mən mövzum bu günlərim əslində düşünürəm ki, sənin çox maraqlı çəkəcək. Və cəmiyyətin də demək olar ki, müzakirə konteksti etmədiyi, amma mənə düşüncəmdə müzakirə olunması mövzudur. Ümumiyyətlə, mövzu budur. İmamət məsələsi Şiə məktəbi üçün niyə məhz bu qədər əhəmiyyətli bir məsələdir? Və əgər bu qədər şiddətli və əhəmiyyətli bir məsələ idisə, Allah Əzzə və Cəl niyə elə imamların həm isimlərini, həm məqamlarını, həm də şəxsiyyətlərini tam açıq bəyanla Quran-ı Kərimdə bildirmir? Niyə biz bu Quran-ı Kərimi oxuduqda o məsələlər üçün təfsilatlı bilgi əldə etməyə görə məcbur qalıb müraciət edirik təfsir və təfsilatlara? Bu məsələnin mahiyyəti və əhəmiyyəti niyə bu qədər şiddətlidir? Buradan başlayaq. Amma üzr istəyirəm, buradan başlamayaq. Məsələyə hardan başlayaq? Şiəliyin tarixindən başlayaq. Qərar və görə hardan başlayaq? Oradan başlayaq, bura gələk də. Şiəliyin tarixi, konteksti, misal sual verirlər. Qardaş, Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləmin dövründə şiələr var idi. İmam Əlinin dövründə şiələr var idi. İmam Əli kimin şiəsi idi? İmam Hüseyin kimin şiəsi idi? Deyə suallar verirlər. Və mən də deyirəm ki, təklifim budur ki, şiəliyin tarixi desək, məsələnin kökünə qayıtmış olarıq və oradan araşdırmağa başlasaq, məsələlər həllin tapmış olar. Mən belə düşünürəm. Yaxşı deyirsən. Biz bu mövzuya izah vermək üçün birinci İslam dünyasında məzhəbləşmənin tarixinə baxmalıyıq ki, məzhəbləşmənin səbəbi nə idi və ilkin məzhəb nümunələri hansılardır? Əvvəldə bunu qeyd edək ki, bəziləri öz məzhəblərini İslam Peyğəmbərinin dönəminə mənsub edirlər. Düşünürəm ki, bu cür yanaşma doğru bir yanaşma deyil. Peyğəmbərimizin dönəmində heç bir məzhəb mövcud deyil idi.
Müəyyən fikirdə olan insanlar olsa da, məzhəbləşmə tarixini peyğəmbərin dövrünə apara bilmir. Çünki peyğəmbərin sağ olduğu dövrdə ümmət arasındakı hər bir ixtilafı peyğəmbər həll edirdi. Kimsə sualı yaransa, mübahisəli və şübhəli bir məsələ yarandığı təqdirdə peyğəmbərdən soruşurdular. Ya peyğəmbər o məsələni cavab verib həll edirdi, ya da ayə gəlirdi, o mövzu sonlanırdı. Məzhəbləşmə dönəmi nəyə təsadüf edir? İslam peyğəmbəri dünyasını dəyişdikdən sonra İslam ümməti arasında fikir ayrılığı yarandı ki, biz dinimizi kimdən öyrənək? Bu dinin rəhbəri kim oldu? Kim olsun? Bir dəstə insan dedilər ki, səhabələr də bu nəzərdə oldular ki, biz xəlifəyə tabe olmalıyıq. Ümmət arasında xəlifə kim seçildisə, peyğəmbərin əvəz edicisi odur, xəlifəsi, yəni xələfi, ondan sonra gələn, onun missiyasını davam etdirən odur və biz ona beyyət eləməliyik. Onun göstərişləri ilə ilahi göstərişlərdir aspektindən baxdılar. Bir digər tərəf İmam Əli əleyhissalamın haqq xəlifə olduğunu iddia elədilər və Həzrət Əli əleyhissalamın ətrafında cəm olmağımızı fikrini irəli sürdülər. Digər bir dəstə isə bizə xəlifə və yaxud bir şəxs lazım deyil, Quran bizə yetər məntiqi ilə irəli sürərək sadəcə Quran-ı Kərimin zahiri əsasını hökm eləməyi irəli sürdülər. İlkin yaranan bu fikir, bu ixtilaf zaman keçdikcə, yeni məsələlər aktuallaşdıqca, İslam dünyası genişlənib, Qərb dünyası ilə tanış olduqca, Qərb dünyasının kitabları ərəb dilinə tərcümə edildikcə, oradan gələn yeni fəlsəfi fikirlər və şübhələr gəldikcə, artıq hər tərəflər nümayəndələr, hər nəzəriyyənin nümayəndələri bu suallara öz istinad elədiyi qaynaqlardan cavab tapmağa başladılar. Yəni xəlifəyə tabe olanlar bu sualları xəlifədən soruşurdular, İmam Əli əleyhissalamın xəlifə olduğunu iddia edənlər xəlifədən soruşurdular və yaxud da Quranı yönələt deyənlər Qurandan soruşdular. Və zaman keçdikcə peyğəmbərdən təqribən 100 il sonra, yəni təqribən İmam Sadiq əleyhissalamın dövründən təsadüf edir, 100-150 il sonra özünü məzhəb olaraq göstərməyə başladı. Yəni mən şiəyəm deyəndə əsl həqiqətdə, yəni mən İslam dinini, Quranın mətni və peyğəmbərdən sonra gələn 12 imama nəzərlər əsasında qəbul edirəm anlamına gəlir. Sünniyəm deyəndə peyğəmbər, Quran-Kərim və xəlifələrin fikrinə əsas götürən anlamına gəldi. Digər bir dəstə ki, Qurana əsas meyar tutdular, onlar da Xəvariz məktəbinin banisi oldular. Onlar da Xəvariz məktəbinə yarandılar. Əlbəttə zaman keçdikcə bu məktəblər də öz daxilində bölünməyə başladılar. Məsələn, sünni dünyası öz daxilində xəlifələrin təsiri olaraq Çox üzr istəyirəm. Səbuhi canlatsın. Sən çıx yayımda, bitir anlıq. Sən ümumiyyətlə məndən ayrıl, amma bağlama yayını. Sonra mən üçümüzü bir qoşum. Mövzunu çox... Hə, indi çıx, mövzunu qaldığımız yerdən davam eləyəcəyik. Xəvariclərdə qalmışıq, falan bizə. Allah lənət eləsin xəvariclər. Bir də şeylə bölüşdür. Bu arada bir dənə nüans var, Elvin ona toxundu, fərqində olmadım. Mən onu vurğulayacağım, xəvariclərlə bağlı. Burada necə çıxırdı, hə, tapdım. Birdən yayımı bağlayar, ümumi. Deməli, indi birinci Elvini... Rafi yox, Rafi yox, Rafi yox, Rafi yox. Elvini... Rafi yox, həşə, Rafi yox. Hə. Sonra... Səbuhini, şey. Rafi yox, Rafi, əlimdəydi, Rafi sən o yana get. Selamun aleyküm ve rahmetullah. Şeyxlər indi buradadır və mövzu... Mən düşünürəm Səbuhi, aleykəssalam və rahmetullah qardaşım, xoş gəlmişəm. Mövzudan xəbərin oldu. Nədən danışdı? Mövzumuz nədir? Təkrar olar. Olar, niyə olmur ki? Möhtəşəm üslub. Məhəmməd, bir nəyə sən çatışmırsan, qardaş? Mövzumuz bu idi ki, Elvin üçün də həm belə şey olsun. Elvin əslində müqəddimə danışdı. Yəni, Elvinin bu danışdığını mən müqəddimənin ilkin cümləsi, abzası qəbul edirəm. Elvindən daha güclü söhbətlər. Elvini bu günlərim suyun çıxardırıq. Əlbəttə ki, Səbuhinin də suyun çıxardırıq. Səbuhi qardaşım, mövzumuz bu günlərim həm biraz tarixi kontekstdən, həm biraz əqidəvi kontekstdən, həm biraz Allahın vəhyi, yəni Quran kontekstindən, həm də biraz fəlsəfi kontekstdən olacaq. Məsələnin ilkin təməli budur ki, şiyyəliyin tarixi. Bu mövzunu niyə buradan başlayırıq danışmağa? Çünki adətən sual verirlər, Muhammed Peyğəmbərin sallallahu aleyhi və səlləmin dövründə şiəlik var idi mi?
İmam Əlinin dövründə şiəlik var idimi? İmam Hüseyin kimin şiəsi idi? O zaman Əlidən sonra şiəlik yaranıbsa Əli kimin şiəsi idi deyə suallar verirlər. Mövzumuz buradan başlayacaq. İkinci mərhələdə istəyirəm danışaq ki, ümumiyyətlə şiə məktəbi üçün imamət anlayışı niyə bu qədər əhəmiyyətlidir? Və ümumiyyətlə, əgər bu qədər əhəmiyyətli bir məsələ idisə, Allah Əzzə və Cəl niyə Qurani Kərimdə açıq bəyanla, bax, necə ki, misal, donuz əti haramdır, hökmü budur və s. kimi açıq bəyanla namaz qılın, oruç tutun, zəkat verin, yaxşılıqlar edin, valideynlərinizə uf belə deməyin kimi açıq naslarla niyə imamət məsələsini açıq bəyanla bildirmir? İkinci məsələ budur ki, açıq bəyanla bunu bildirmədiyi üçün niyə biz ehtiyac duyuruq ki, hədislərə, təfsirlərə, təfsilatlara müraciət edək? Məsələ nədir? Xahiş edirəm, bu barədə ətraflı, geniş kontekstdə fikirlərimizi alaq ki, insanlar da faydalansın. Mən düşünürəm ki, bu çox xeyirli bir söhbət olacaq. Buyurun. Düşünürəm qaldığımız yerdən davam eləsə daha yaxşı olar. Məzhəbləşmənin tarixini bilək ki, sonra şiənin niyə yarandığını da bilək. Bəli, bəli. Mən bir dənə sözüm gəlirəm, amma eşidirəm siz. Bəs deməli, Peyğəmbərimizin dönəmindən sonra da bu fərqli nəzərlər, fərqli mövzulara bildirilən rəylər də Peyğəmbərdən təqribən 100 il sonra isə məktəbləşmə prosesinə səbəb oldu. Və bu məzhəblər də öz daxilində ixtilaflara düşərək yeni məzhəb daxili alt qruplar yaratdılar. Məsələn, Əhl-i-Sünnət dünyası Əşairə, Mötəzilə, Maturidiyyə, Cəhmiyyə kimi hissələrə bölündü. Şiələr öz alt qrupları olaraq Zeydiyyə, İmamiyyə, Vaqifiyyə və s. kimi hissələrə bölündü. Xəvariclərin öz daxilinə mənsub 5 və yaxud da 6 bölgüsü olduğundan danışırlar. Nəzəriyyə, qədəriyyə kimi və s. kimi bölgüləri var artıq onların da. Amma İslam dünyasında həmişə öz aktuallığını iki məzhəb qoyub. Şiə məzhəbi ilə Sünni məzhəbi. İndi bunlara məzhəb deməkdən daha ziyadə məktəb ünvanında yanaşırıq artıq. Ki bunlar artıq məbnaları eynidir, lakin məbnalarının daxilində fikir ayrılıqları var. Məbna nədir? İslam dünyasında akademik səviyyədə müzakirələr bir məbnayı, bir də binayı başlıqları altında müzakirə edilir. Məbnayı başlıqları budur ki, hər məzhəbin özünün kök prinsipləri var. Yəni məbnası, mənbələri, sütunları həmin o prinsiplər üzərində qurulur və o prinsiplər əsla tapdalana bilməz. Bu şiədə eyni usuliddin kimidir. Binayı nədir? Həmin o məbnanın üzərində tikdiyimiz binadır. Yəni əqidəmiz o binadır. Biz bir məsələni məbnada həll eləməsək, binada əsla bir ortaq nöqtəyə gələ bilməyəcəyik. Məsələn, sadə bir nümunə üzərindən geçsək, doğuşan ətinin hökmü nədir? Məsələn, şiə deyir haramdır, sünni deyir halal. İndi təbii olaraq sual çıxır. Şiə sən buna niyə deyirsən haramdır? Şiə cavab verir ki, İmam Sadiq deyir ki, haramdır ona görə. Yenə qarşı tərəfdən sual gəlir. İmam Sadiq kimdir ki, mən onun sözünü Allahın sözü sayım, onu vəhiy sayım? O kimdir? İmamət mövzusu açılır. Qayıdırıq yenə məbnaya bəhsə, usuliddin mövzularına. Orada görə imaməti isbat eləyək, imamətin fərdlərini isbat eləyək, imamətin səlahiyyətlərini isbat eləyək. Bunun əsasında artıq mövzunu davam edək ki, İmam Sadiq dedisə, düz deyib və yaxud da səhv deyib mövzusu. Bəs məbnai məsələlər həmin o dönəmə təsadüf elədi. Daha sonra bu məzhəblər zaman keçdikcə təkmilləşmə prosesinə tərəf üst tutdular. O təkmilləşmə prosesində artıq hər məzhəbin özünə məxsus bir tarixi var. Məsələn, biz əgər bunu şiələrdən danışsaq, şiələrin 12 imamının hazır olduğu dönəmdə şiələr arasında ciddi bir ixtilaf yox idi. Xüsusən də imamiyyə şiələri. Çünki hər hansı bir sual yarandıqda, hər hansı bir məsələdə şəkkə düşdükdə 12 imamdan soruşurdu. Amma şiələrin ciddi ixtilafı harada yaranmağa başladı? Kiçik qeybət dönəmində. Həmin ixtilaf nə idi? Usuli şiələri olaq, yoxsa əxbari şiələri olaq. Bu başlığı altında artıq şiələr bölünməyə başladı. Və bunda öz tarixi olaraq da bugünə qədər də gəlib çıxdı. Məsələn, ilkin olaraq ilk şiə müctəhidləri kimdir sualını versək, İbn Əbi Əqil və Şeyx Cüneydin adı çəkilir. Bu ikisi də eyni zamanda yaşayıb 10-cu əsrdə, ikisi də eyni dövrdə ictihad etməyə başlayıb. Kiçik fərqləri olsa da demək olar eyni anda ictihad etməyə başladılar deyə usuli şiələrinin banisi bunların dövrünə təsadüf elədi. Niyə belə bir ixtilaf yarandı? Əxbarli və usulli. Çünki 4-cü naibin artıq mütləq mənada aradan getməsi
və imamın xüsusi naibinin olmaması məsələsindən danışılan zaman təbii olaraq şiələr sual soruşdular ki, biz kimə müraciət edəcəyik? 4-cü naib də dedi ki, bizim hədislərimizi nəql edən alimlərə. Bu ifadədən əxbarilər hədis külliyyatını yığmağa başladılar ki, gərək hədis etməsin, çünki o hədisi nəql edəcəklər. Usulü olan Şeyx Cüneydlə İbn Əbi Əqil isə dedilər ki, yox, imam burada tək hədisin zahirini istinad eləmədi. Hədislə bahəm alimləri də qoydu ortalığa. Bəs alimlərin də boyuna düşən bir hissə də var. Həmin hissədə bugün usulliliyin manisi oldu. Yəni imam naibin bu sözü, İmam Zaman ağanın adına danışdığı naibin bu sözü tək hədisi nəql eləməkdən yox, hədisi nəql eləməklə bahəm alimlərin işini də ortalığa qoydu. Onlar da məsələ belə yanaşaraq artıq iqtisad qapısını açmağa başladılar. Və bugünə qədər də şiə məzhəbi təkmilləşə gəldi. Sünnənin tarixindən danışmıram. Mötəzili nə zaman yarandı, süqut elədi, Əşairə kimdir, Maturidiyyə kimdir, Cəhmiyyə kimdir və bunlar tarixin hansı hissələrində var idilər, yox idilər. Çünki mövzumuz İmamiyyədir və o tərəfə də çox getmirəm. Hələ ki, siz davam edin, sonra mən yerdən qoşularam mövzuya. Buyur Zaboy. Selamun Aleyküm Rahmetullah. Hər birinizə salamlayıram. Axşamı xeyirli, uğurlu, bərəkətli olsun inşallah. Peyğəmbərin nəinki şəhadətlə, Peyğəmbərin həyatda mövcud olduğu zaman Peyğəmbərin bir hədisi var. Həmin hədis də müxalif dediyimiz, yəni Əhl-i Sünnə və Cəmaətdə də mövcuddur. Ki, hədis bundan ibarətdir ki, Ali, ya Ali, sən və sənin şiələrin nizat tapanlardır. Ki, biz bu hədisdə də həm dirayəsində, yəni məzmununda görür ki, zaten Peyğəmbərimizin zamanında qruplaşma var idi ki, eynən də yeni bizim hədislərdə və müxaliflərin, Əhl-i Sünnə hədislərində hədislər gəlir ki, biz sahabələrin möminliyini İmam Ali Əmirül-Möminin əleyhisselamın davranışında bilərdik ki, bu mömindir, yoxsa münafiqdir və s. Ki, zaten də bəlli olur ki, bu cür hədislərdən ki, Əmirül-Möminin əleyhisselamın zahiri vücudu belə kimlərisə mömin kimi odur. Əlinin tərəfdarı. Ki, Peyğəmbər də buyurmuşdu, ya Ali, haqq sənlədir, sən də haqlasın. Ki, haqla sən ayrılmazsın zaten. Şiəliyin, yəni kökü zaten Peyğəmbərdən gəlir. Ki, şiəlik deyəndə biz əgər başa düşürüksə ki, İmam Əli Əleyhisselam tərəfdarı olmaq, ki, biz də tarixə nəzər saldığımız zaman görür ki, İmam Əli Əmirül-Möminin Əleyhisselam Peyğəmbərin himayəsində böyüyür. Ki, Peyğəmbərin, imamın ən çox tərəfdarı olan Peyğəmbərin özüdürsə, demək ki, Peyğəmbər ilk şiədir. Öz zamanəsindən. Peyğəmbər ilk şiədir. Yox, əgər bir sünnət deyəndə nəzər tutduğumuz Peyğəmbər yoluna gedirik deməkdirsə, onda Peyğəmbərin də ilk yoluna gedən Əmirül-Möminindir. Çünki 10 yaşında da qohumlarla yığışma hədisi var ki, Peyğəmbər qalxır, deyir ki, mənim risalətimdə kömək edər, Əmirül-Möminindən başqa heç kim qalxmır. Ki, biz bu hədislərdən nəzər alaraq götürürük ki, zaten Peyğəmbərimizin dönəmində şiəlik zaten var idi. O da İmam Əli Əleyhisselamın zahiri vücudunun elə sağlamlığı ilə göstərirdi. Yəni mən bu hissəsini danışdım inşallah. Buyurun, davam edin. Səndən əvvəl o mövzuya toxunmuşduq, amma mən gec gəlmişdim, üzülürsün. məsələyə belə yanaşmışdım ki, məzhəbləşmə Peyğəmbərin dönəmində təsadüf eləmir. O ki, hədis mətnlərində ya Ali əntə və şiatihi ifadələri gəlir, sən və sənin şiələrin. Bu ifadələr məzhəb ünvanında işlənən şiə ifadələri deyil. Ərəb dilində kəlmə ünvanında işlənən şiə ifadəsidir. Yəni sən və sənin tərəfində duranlar. Bu rivayətlərə baxdığımız zaman da Əli Əleyhisselamın hər hansı bir sifəti önə çəkilir. Əlbəttə hər məzhəb özünü elə Peyğəmbərin də o məzhəbdə olduğunu iddia edir. Yəni akademik yanaşıq məsələyə belədir. Heç bir məzhəb demir ki, Peyğəmbər mənim məzhəbimdə deyil idi. Mən qılan namazı qılmırdı, mən inandığım əqidəyə inanmırdı. Bunu heç kəs iddia eləmir. Hər kəsin iddiası budur ki, elə Peyğəmbərin əqidəsi hər nədirsə mənim məzhəbim elə onu deyir. Sadəcə Peyğəmbərin dönəmində məktəbləşmə yox idi, çünki ümmət vahid idi, ümmət bir idi, hamı eyni yerdə idi. Düzdür, ümmət arasında müəyyən mövzularda fikir ayrılığı ola bilirdi. Amma ümmət zaten bir idi deyə biz burada məzhəb mövzusunu qabarda bilmirik. Məzhəb mövzusunu qabarması Peyğəmbərdən təqribən 100 il sonraya təsadüf edir.
İkizə də təşəkkür Razı edirəm. Mən ümumiyyətlə problem yoxdur. Böyük alimlərimiz arasında da bu cür razılıq əlaməti daşımayan bir çox məsələlər olur. Burada heç bir sorun yoxdur. Razı olmaya bilərsiniz. Ümumiyyətlə bu məsələni açmağımda xüsusi bir məqsəd var idi. Məsələ barəsində qısa bir kontekstdə mənim yazdığım bir məqalə var. Qısadır. Düşünürəm bu da dinləyicilər üçün faydalı olar. Həm məqalənin bir qismindən sizlərə bəhs etmək istəyirəm. Məqalənin özəyi ümumiyyətlə, yəni məqalənin bir kökü var, mahiyyəti var. Məqalənin mahiyyəti ümumiyyətlə Əhl-i Beytin yolu, yəni xətti. Tarixi kontekstdə Əhl-i Beyt yolu, Əhl-i Beyt xətti tədqiqatıdır. Amma tarixi kontekstdə. Məsələyə yanaşma sırf bu kontekstdədir. Ümumiyyətlə biz məsələni araşdıranda da biz indi şiəlik xətti ilə araşdırmaq var, Əhl-i-Sünnə xətti ilə araşdırma var. Bir də nə şiə, nə Əhl-i-Sünnə kimi araşdırma var. Məsələnin maraqlı nüansı budur ki, mən məsələni nə şiə, nə sünni kimi araşdırmışam. Məsələni bir mənalı olaraq sanki mən dinsiz bir kəsəm və İslamı araşdırmağa başladıqda Əhl-i Beyt eşitmişəm və bu Əhl-i Beyt və ya Əhl-i Beyt xətti tam olaraq nə deməkdir, bunun üzərində araşdırma aparmışam. Mənim apardığım araşdırmaların mənə göstərdiyi və mənim oradan əldə etdiyim bir neçə nəticələr var. Məsələn, nəticələrdən biri budur ki, özüm də burada qeyd etmişəm ki, ümumiyyətlə Əhl-i Beyt yolunun kökləri İslamın başlanğıc dövrünə, yəni Peyğəmbər Muhammed sallallahu aleyhi və səlləmin risalət dönəminə qədər gedib çıxır. Hətta bunu araşdırmaq məsələsi nə şiə, nə Əhl-i-Sünnə xəttinə əsaslanır. Mən bir mənalı olaraq obyektiv araşdırmalarım mənə göstərir ki, ümumiyyətlə şiə və məktəb olaraq şiə məktəbi Peyğəmbər öz həyatı boyunca bu şiə məktəbinin təməlinə baxdıqda görürük ki, Peyğəmbərin metodikası var bu məktəbin təməlini qurmaq üçün. Sanki Peyğəmbər bu məktəbin təməlini qurmaq üçün addımlar atıb. Məsələyə biz baxanda görürük ki, Peyğəmbər bu addımlar atıb demək, yəni Allahın Peyğəmbərə əmri vasitəsilə olunan proseslərdir. Misal, Quran-ı Kərimdə bu məsələnin özünü, yəni özəyini yaratmaq üçün, təməlini qurmaq üçün ayələr var. Buna Təthir ayəsi, Mübahilə ayəsi, Məvəddət ayələrini Əhl-i Beytin xüsusi məqamına və o məktəbin kökü və özəyi hesab edə biləcəyimiz nüanslara işarə edən Qurandakı bu ayələri, xüsusən də yəni o məsələlərin şənini ucaltmaq üçün, o məsələlərin məqamına işarə etmək üçün əsas ayələr olaraq hesab etmək olar. Maraqlı nüans burasındadır ki, bundan əlavə bizim araşdırma metodikamız Quran kontekstində və Quran kontekstindən kənar ola bilir. Necə? Quran kontekstindən kənar araşdırma metodikası budur ki, sən yalnız hədis və tarixi isnadlara müraciət edirsən. Quran kontekstindən kənara biz baxdıqda görürük ki, misal Qədrxum hadisəsi elə bir tarixi kontekstdə hadisədir ki, istər şiə məktəbi, istər Əhl-i-Sünnə məktəbinin məsələyə kök olaraq baxdığı bir məsələdir. Və məsələyə kök olaraq baxdıqda görürük ki, Qədrxum hadisəsi şiə və Əhl-i-Sünnə qaynaqlarında mütəvatir dərəcədə üstün bir məsələdir. Hətta böyük Əhl-i-Sünnə alimlərindən birinin dediyi bir ifadə ki var, Qədrxumu inkar etmək, bütün İslam mənbələrini inkar etmək deməkdir. Yəni bir kəs Qədrxumu inkar etmək üçün gərək bütün İslam mənbələrini inkar etsin. Çünki Qədrxum hadisəsi, xüsusən orada istifadə olunan ifadə, o ifadənin mətninin doğruluğu, 100 mindən artıq səhabə tərəfindən bunun təsdiq edilməsi, fərqli haqqında 600-dən çox kitabın yazılması, barəsində 33.700-dən çox məqalənin yazılması, aparılan tədqiqatlar, məsələni səhabələrin dilindən nəql olunması, siğə ravilər tərəfindən nəql olunması, məsələni həm ləfsi, həm məna cəhətdən mütəvatir həddinə gətirib çıxardır. İndi burada bir neçə məsələ var. Qədrxum hadisəsi məsələni bitirirmi? Xeyr, bitirmir. Bu məsələnin özəyində bizim araşdırma metodikamızda bizim qarşımıza çıxan hədis-i Səqələyn olur. Yəni Səqələyn hədisi. Səqələyn hədisi haqqında çox danışmaq olar, amma Səqələyn hədisinin mahiyyətinə biz baxdıqda görürük ki,
bu məsələnin özü üzərində təhrif metodikası işlənilib. Amma təhrif metodikası işləndikdə də yenə də bizi səqələyindən ayırmır bu təhrif. Yenə də bizi Peyğəmbərin sünnəsindən möhkəm yapışmağa yönləndirən təhrif metodikası bizi Peyğəmbər sünnəsi olan, yəni nəyə? Mən kuntu mevlahu fahada aliyyum mevla ifadəsinə aparıb çıxardır. İkinci məsələ ya muddar məsələsidir. Bu məsələ haqqında da istəyərdim qardaşlardan ki, nəinki bu məsələ, Qədrxum hadisəsi, Səqələyn hədisi, ya muddar məsələsi, bundan əlavə Quran-ı Kərimdə kontekst olaraq bizim Əhzab surəsinin 33-cü ayəsinə yanaşmamız, Şiə məktəbinin, xüsusən Şiə məktəbinin Əraf surəsindəki carçıların, Ərafın üzərində car çəkən kişilərin kimliyinin araşdırılması, o məsələyə sırf Şiə məktəbinin yanaşma metodikası və bu məsələnin zalimlardan o ayədə ki, Allah bizi zalimlardan qərar vermə ayəsindəki kontekstin Bəqərə 124-də Allahın mənim əhdim zalimlara çatmaz ifadəsi ilə əlaqəsinə və bu məsələlərin təfsilatlı izahına mən düşünürəm toxunsaz əla olar. Bundan əlavə də son məsələdir, bunu da qeyd edeyim ki, ümumiyyətlə biz Allah Rəsulü Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləmin özündən birbaşa ifadə olaraq ey Əli, sən və sənin şiələrin cənnət əhlidir və s. kimi hədislərin doğruluğu, ümumiyyətlə Əli və onun şiələri ifadəsi təxminən tarixi kontekstdə hansı dövrə təsadüf etməsi və Peyğəmbər dilindən bu ifadənin sirayət olunması, doğru bir məlumat kimi ortaya qoyulması və s. Bu məlumatlara da qısa kontekstdə toxunsaz əla olar. Və ümumi sondur. Sondur deyə 4 dənə mövzuya toxunmuşam. Bu həqiqətən sondur. Ümumiyyətlə, biz məsələlərə dediyim kimi hədis, tarix və təfsir kontekstdə yanaşırıq. Quranın açıq bəyanla, baxın, təfsirə ehtiyac duymadan, istənilən bir adamın açıb oxuya biləcəyi bu Quran-ı Kərimdə heç bir təfsirə və heç bir izaha ehtiyac olmadan açıq bəyanla bu İmamiyyə məktəbinin əqidə əsaslarını ortaya sunduğu hansı ayələr vardır? Amma akademik səviyyədə, yəni elmi müstəvidə də belə deyək. Buyurun. Buyur Sabır. Mövzu o qədər bölünüb ki. Çay içirəm, ağzımda qənd var. Sən danış, mən adını gətirəcəm, narahat olma. Mövzunu biz düzdür məzrasından çıxartdıq biraz. Müntəzir müəllimin sayəsində. Şiənin mövcudluğunun dəlilləri Quran və hədis aspektindən genişdir, çoxdur. Hər məzhəb kimi şiə də özünün haqq olduğunu təqdim etmək üçün, isbat etmək üçün müəyyən arqumentlər təqdim edir, müəyyən arqumentlər gətirir. Onların bəziləri hər məzhəb tərəfindən qəbul edilən hədislərdir, digərləri ayələrdir. Düzdür, hər bir ayəyə biz diqqət eləsək, mətnini bir-bir qrammatik baxımından təhlil eləsək və yaxud onun şə'n nüzulu barəsində gələn hədisləri bir-bir araşdırsaq çox vaxt gedər. Bu gecəyə sığmaz. Amma mümkün qədər qısa bəhslər yaratsaq, şiənin iddiası budur ki, bu din vəhiy vasitəsilə öyrənilməlidir. O vəhiyin də bugün bizim üçün təcəllə etməsi, göstərməsi Peyğəmbərin vücudu və onun pak əhl-i-beyti vasitəsilə reallaşır. Peyğəmbərdən bizə qalan irs Quran və onun kəlmələridir. Əhl-i-beytdən bizə qalan irs Quranın qorunması və yenə də onların kəlmələridir. İndi biz bu kəlmələr əsasında bir məzhəb formalaşdırmışıq. Həsən yox, bizim işimiz deyil, İmam Sadiq əleyhissalamın işidir. İmam Sadiqin dönəmində artıq bu məktəbləşmə prosesi gedirdi deyə İmam artıq bunu məktəbləşdirməyə zəruri hesab elədi. Ki, ümmət arasında bu əhl-i-beyt məktəbinin düşüncəsi itib batmasın. Bunun isbatı üstündə müəyyən arqumentlər təqdim edilir. Hətta biz bu dəlilləri bir çoxunu elə əhl-i-beyt imamların özlərindən öyrənmişik. Nəyə ki, özümüzdən çıxardıb yazmışıq. Əksinə, 12 imamın özlərinin müxtəlif məclislərdə müxtəlif arqumentlər təqdim edilir. Biz onları bir yerə yığaraq artıq dəlilləndirmişik. Onlardan biri də Müntəzirin dediyi hədis idi ki, Səqələyn hədisidir. Ərəblə səqil ifadəsi ağırlıq, yük anlamındadır. Yəni Peyğəmbərin bizə qoyduğu yük var, əmanət var. Elə bir əmanətdir ki, o maddi bir əmanət olmalıdır. İnni tarikum fikumus Səqələyn. Mən özümdən sonra sizin üçün 2 dənə bir yük qoyuram, əmanət qoyuram. Kitab-Allah və itrət əhl-i-beyt. Ki, onun biri Allahın kitabıdır, Qurandır. Digərsə Peyğəmbərin itrətindən gələn əhl-i-beytidir.
Necə bir əhl-i-beyt, elə bir əhl-i-beyt ki, Quran Əhzab 33-cü ayəsində onun paklığından danışır, məsumluğundan danışır. Yəni peyğəmbər elə bir ailə üzvlərini seçib bizə qoyur. Yəni peyğəmbərin bütün nəsli bunu əhatə eləmir. Ailə üzvlərinin elə şəxslərə yığır, elə bir evini nəzərdə tutur ki, tarixi əsasən peyğəmbərin çox evi olub, amma elə bir evini nəzərdə tutur ki, Quran o evi məsum adlandırır, pak adlandırır. İnnəmə yuridullahu liyuzhibə ankum ritsə əhləl-beyti və yutahhirakum tətirə. Allahın həqiqətli iradəsi belədir ki, siz əhl-i-beytdən hər cür ritsi, yəni çirkinliyi yox eləsin və sizi necə lazımda paşlasın, ya paşlaran pak etsin. Daha yəni bir neçə söz tərcümə etmək olur. İndi bu paklıq məsələsi bu əhl-i-beytin üzərinə yüklənibdir. Şiə bu dini əhl-i-beytin özündən öyrənməyi zəruri hesab edir. Çünki Allah bunlardan başqa heç kəsin paklığına zamin dayanmır. Heç kəsi məsum bilmir. Xətasız, məsum olan şəxslərdən şiə dini öyrənməyi zəruri hesab edir. Buna görə şiənin hədis qaynaqlarına baxdığımız zaman biz hədislərin əksəriyyətini, demək olar tamamını 12 imama isnadən görürük. 12 imama isnadən görürük deyə şiə onlara yönəlməyi zəruri hesab edir. Və digər ayələr də var ki, sizə danışın, ancaq mən danışmayayım. Sizə digər dəlilləri təqdim edeyim. Buyur Səbəy qardaş. Kərbəlayı Elvin qardaş bir hədisə toxundu. O hədisi inşallah tərəfində danışım mən. Sonra Quranda qısa ayələri inşallah ki, izah etməyə çalışacağıq. Ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub ki, mən sizə 2 əmanət qoyuram. Sonra bu əmanətin aydınlaşdırır ki, bu 2 əmanət professor hovuzuna qədər, yəni mənə gəlib çatana qədər ayrılmazlar, bir olarlar. Ki, biz baxırıq ki, biri Qur'andır, bir də ki, itrətdir. Qur'an məsumdur. Təqvəyub məsumdur. Əgər itrətdə məsumluq olmasa, bu ayrılacaq. Peyğəmbər buyurub ki, ayrılmazlar. Demək ki, itrət də məsum olmalıdır. Ki, Quranın zaten özü deyir ki, İnsan surəsinin 24-cü ayəsində, səhv etmirəmsə, itaat etmə günahkara. Demək ki, biz elə bir şəxsə itaat etməliyik ki, onlar günahkar olmasın. Ki, digər ayədə də İblisin vədi var ki, mən sizin hamınızı yoldan çıxardacağım, amma muxlis qullarındanmış. Muxliyasun gəlirdi. Ki, biz başa düşürük ki, biz o şəxslərə necə ki, həm Allah subhanahu wa ta'ala bir tərəfdən buyurur ki, itaat etməyin günahkara. Nisa surəsinin 9-cu ayəsində İsa buyurur ki, əmr sahiblərinə itaat edin. Ki, bir tərəfdən Peyğəmbər də əmanət qoyur, 2 ağır əmanət qoyur özdə. Ki, biri Quran, biri əhl-i-beyt və bunlar bir-birinə ayrılmazlar. Ki, biz burada artıq təqdim edirik əhl-i-beyt əleyhissalam. Ki, bunların günahı mövcud deyil, bunların əmrinə itaat etmək vacibdir. Ki, Şura surəsinin 23-cü ayəsində də zaten qohumlarına məvəddəh keçirir. Ki, məhəbbətlə məvəddəhdə fərq var təbii ki. Məhəbbətdə eşq var, itaat yoxdur. Məvəddəhdə amma itaatin içində bir eşq var. Ki, zaten bu açıq nas dəlillərimizdən. Ki, şərt deyil ad olsun. Quran adla yox, xüsusiyyətlə danışır. Ki, adı qalacaq Zeyd ibn Harisin zaten Quranda adı mövcuddur amma nə əhl-i sünnə, nə əhl-i şiə Zeyd ibn Harisdən önəmli bir hədis, hökm, fiqh və s. və ilaxır kimi götürmüş. Ki, biz digər 3 xəlifənin nəzər baxışlarına baxırıq ki, digər 3 xəlifənin əvvəlləri də naqis olub, İslamı qəbul edəndən sonra da naqislər olub, haram işlər olub, fiqh məsələsində Qurandan iştihadları səhv ediblər, zahiri açıq günah iş görüblər və s. və ilaxır. Ki, bu Qurandakı itaat məsələsinə daxil olmadıqlarına görə biz bilirik ki, artıq itaat etməliyik kimə? Mütləqi itaat etmək məsuma. Ki, bu Allah buyurur. O qədər sadə, bu qədər bəsit. Məsələyə də son kontekstdə mən də bir şey vurğulamaq istəyirəm. Ümumiyyətlə bizim bu məsələ üçün tətbir ayəsi haqqında qardaşlar da danışdı. Bu məsələ haqqında ümumiyyətlə Qurani-Kərimdə Əhl-i-Beytin məqamını göstərən ən məşhur ayələrdən biridir elə bu. Məhz Əhzab surəsinin 33-cü ayəsidir. Və bu Əhzab surəsinin 33-cü ayəsinin son hissəsidir. Bizim böyük şiə alimləri bu ayənin ümumiyyətlə imamətin və Əhl-i-Beytin ismətinin əsas dəlillərindən hesab edirlər. Əhl-i-Sünnə alimlərinin böyük hissəsi də ayənin Peyğəmbərin Əhl-i-Beyt haqqında nazil olduğunu qəbul edir. Lakin onun imamətə dəlaləti barədə fərqli mövqelər tuturlar. Ümumiyyətlə ayənin ərəb dilində mətni
budur ki, ərəb dilində kontekstində bizə lazım olan ən son hissəsi ki var. Bismillahirrahmanirrahim. Allah yalnız siz əhl-i beytdən hər cür murdarlığı uzaqlaşdırmaq və sizi tam şəkildə pak etmək istəyir. İndi məsələyə ərəb dilində bir təhlil ki var. Bunu əgər burada xətam olsa, indi Elvin qardaş, Səbuy qardaş düzəliş eləyər. Bu ayənin ümumiyyətlə ilk sözün olan innəma, burada bir dənə ifadə keçir. Ərəb dilində həsir ədatı sayılır bu innəma sözü. Hətta klassik nəhv alimləri də xüsusən də misal üçün adı çəkilənlərdən ən məşhurlardan Sibavey və ondan sonraki bəlağət alimləri də bildirirlər ki, innəma hökmü məhdudlaşdırmaq və xüsusi olaraq müəyyən bir qrupa aid etmək üçün işlədilir. Hətta başqa sözlə bu Allah yalnız bunu istəyir ifadəsi də adi xəbər deyil, hətta xüsusi vurğu və məhdudlaşdırma bildirir. Ayənin kontekstində də bizim vurğulamaq istədiyimiz bir dənə nüans var. Nədir bu? Bundan sonra gələn yuridu sözü. Bu feil olaraq indiki zamanı, buna həmişə Elvin dilindən çox eşitmişəm, feili muzari deyirlər buna. Bu feili muzari formasındadır və kökü ərədə feilidir. İndi burada feili muzari davam edən və ya belə deyək də sabit iradəni ifadə edə bilir. Burada Allahın iradəsinin təsadüfü deyil, davamlı və qəti iradə olduğu anlaşılır. Ən şiddətli nöqtələrdən biri budur. Sonra gəlir Allahu kəlməsi. Bu da cümlənin failidir və mərfu haldadır. Burada da bütün paklaşdırma əməli birbaşa Allaha aid edilir. İkinci hissə daha sonra gələn liyuzhibə. Buradakı bu ifadə ki var, orada ləm məqsəd bildirən ləmut təalil hesab olunur. İndi Elvin bunu daha təfsilatlı izah eləyər. Hətta yuzhibə feili əshəbə feilindən gəlir və uzaqlaşdırmaq, aradan qaldırmaq mənasını verir. Hətta bu sözdən sonra da bu məsələni kökdən həll eləyən ardınca bu sözün ardınca gələn ənkum ifadəsidir ki, burada da bir dənə incəliyi var. O incəlik də nədir? Burada işlənən kum əvəzliyi kişi cəminə aid vurğuladığımız bir məsələdir. Çünki ayənin əvvəlində Peyğəmbərin zövcələrinə xitab edilərkən bütün əvəzliklər qadın cəmində işlənilir. Orada evlərinizdə qalın ifadəsi kum ifadəsi yox, kunnə, qadın cəmini göstərir. Ondan sonra göstəriş verməyin, yenə qadın cəmidir. Lakin təthir cümləsinə çatanda birdən-birə Allah orada kum ifadəsini işlədir. Özdə kum ifadəsi kişi cəmidir. Maraqlısı budur ki, ərəb dilində bu dəyişiklik təsadüfi hesab edilmir. Əgər yalnız Peyğəmbərin zövcələri nəzərdə tutulsaydı, qrammatik baxımdan ənkunnə ya da ikinci bir ifadə ki var ya, o qadınlara aid olunan. Nəsə onu bilmədim, yadımdan çıxdı. Nəysə, əl-qədəs. Bir dənə də ifadə var, qadınların cəmində onlara aid edilir. Yəni bu ifadələrdən biri işlənilə bilərdi. Buna görə də hətta bir çox təfsirçi bu keçidi ayənin xitab dairəsinin dəyişməsi kimi qiymətləndirirlər. Bizim şiə təfsirçilərimiz bunu ayənin xüsusi olaraq Peyğəmbər İmam Əli əleyhissalam, xanım Fatimə Zəhra salamullah əleyha, İmam Həsən və İmam Hüseyn haqqında nazil olmasına dəlil sayırlar. Hətta bir sıra əhl-i sünnə təfsirçiləri də bu qrammatik dəyişikliyə diqqət eləyib, lakin ayənin əhatə dairəsi barədə fərqli izahlar verirlər. Bu ayədə müəyyən hissəsindən sonra gələn ər-ridsə sözü ki var, bayaq qardaşlar bunu vurğulmuşdu. Bu sözdə məfuldur, yəni mənası murdarlıq, çirkinlik, günah, pislik, nəcasət kimi izah olunur. Raqib əl-İsfahani kimi ən böyük klassik təfsir lüğətçilərdən biridir. Ridz sözünü insanı mənəvi baxımdan murdar edən hər şey kimi izah eləyir. Baxın, mənəviyyatdan söhbət eləyirlər ha. Böyük şiə alimləri bu ifadənin də günah və xətanı da əhatə etdiyini bildirərək ayənin ismətə dəlalət etdiyini irəli sürürlər və ciddi bir arqumentdir. Ondan sonra da gələn əhl-əl-beyt ifadəsində əhl sözü mənsub haldadır. Bir çox nəhv alimlərinə görə münada, yəni xitab olunan və ya ixtisas məqsədi ilə işlənmişdir. Bu da cümlədə xüsusi olaraq ey əhli beyt mənasını
kökdən yeni bir cümlə kimi gücləndirən üslub xüsusiyyətidir. Ərəb dilində belədir. Və ayənin son hissəsində bir ifadə gəlir. Orada təthhir sözü məful mütləq adlanan qrammatik quruluşdur. İndi bu nədir? Ərəb dilində məful mütləq feilin mənasını qüvvətləndirmək üçün işlədilir. Maraqlısı burasındadır ki, buna görə də sırf məxsusən bu ifadə sadəcə pak etmək deyil, tam qüsursuz mənasında, yəni tam mükəmməl şəkildə pak etmək mənasını gücləndirir. Hətta bizim böyük alimlərimiz imamların günahdan və xətadan qorunmuş olması, yəni ismət üçün əsas dil dəlillərindən biri kimi bunu təqdim edirlər. Yəqin ki, Elvin qardaş da təsdiq eləyər. Mənim prosto bu boyda izah və təfsilatın məğzində bir dənə sualım var qardaşlara. Sual budur. Biz bayaq orada dedik ki, ayənin sonunda kum ifadəsi cəmdə kişilərə xitab eləyir, düz? Bəs biz bu məsələni aid etdik Muhammedə sallallahu aleyhi və səlləmə, Əliyə aleyhissalama, Həsənə aleyhissalama, Hüseynə aleyhissalama. Ay gözəl qardaşlar, bəs bu kum ifadəsinin Xanım Fatimə-i Zəhra salamullah aleyhaya nə adiyyəti var? Zəhmət olmasa bunu izah edərdiniz də. Buyurun. Nə izah eləyim? Fərq eləməz üçün izah istəsən. Əhzab surəsi 33-cü ayənin əvvəlləri Peyğəmbərin həyat yoldaşları arasında danışılır ki, Müntəzir də bunu dedi. Və biz ayəyə nəzər saldığımız zaman görürük ki, ayənin əvvəllərinə Peyğəmbərin bir yox, bir neçə evinin olmasından danışılır. Yəni Peyğəmbərin sahib olduğu bir dənə evi yox idi. Çox evi var idi. Hardan bilirik? وَقَرْنَ فِي بُيُوتِكُنَّ Ayə belə başlayır. Yəni kunnə ki, feilin sonunda gəlib, bu qadın zəmiridir. Evlərinizdə, yəni qadınlara xitabən deyir, oturun, qərarlaşın. Hansı evlər? Buyut. Beyt işlənmir, buyut işlənir. Yəni Peyğəmbərin bir evindən söhbət getmir, Peyğəmbərin bütün evlərindən söhbət gedir. Bəs bütün Peyğəmbərin nə qədər evi var və o evində nə qədər qadın ki var, kunnə ilə gətirir, hamısının Allahın tələbudur ki, siz öz yerinizdə oturun, əyləşin. Və lə təbərrəclə təbərrücəl cahiliyyətil ulə. Və cahiliyyə zamanında olduğu kimi də bürclənməyin, parıldamayın, bərbəzəkli olmayın. Təbərrəclə lə təbərrəcin ifadəsi parıldamaq, yəni zinətlənməyin, özünüzü aşkara çıxartmayın. Yəni burada artıq Peyğəmbərin evlərində olan nə qədər qadın var, hamısına zinətlənmək də qadağan edilir. Və aqimnə saləh, yəni aqimnə qadın cinsinə namaz qılın, və atinə zəkat, yəni atinə qadın cinsinə zəkat verin, və ati'inə Allah, itaat edin Allaha qadın cinsində, və rasuləhu və onun rəsuluna həmsinin. Daha sonra Müntəzin izah elədiyi ayə. Ki artıq bu ayədə isə zəmirlər dəyişir. Ərəb dilində zəmir nədir? Ümumiyyətlə ərəb dilində feillərin, isimlərin, sifətlərin, rəqəmlərin hər birinin kişi və qadın cinsi var. Özünə məxsus cinsləri var. Bunların da hər birində özünə məxsus işlənmə yeri var. Bir dənə rəqəmlərdə əksdir, digər bütün hallarda kişi kişiyə mənsub olan cümlədə işlənər, qadın zəmirlər isə qadına mənsub olan cümlələrdə işlənər və feillə də həmin o faillə məfulların mütabiqət təşkil etməsi zəruridir. Bu ifadə isə məsələni kişi zəmirinə gətirməsi Peyğəmbərin hər bir halda mütləq mənada Peyğəmbərə mənsub olan evdən biri gedir. Peyğəmbərə mənsub olan ev, yəni İmam Əli əleyhissalamın evi İmam Əli əleyhissalamın özünə mənsubdur. Çünki onun rəisi imamdır. Amma bu ayədə elə bir evdən söhbət gedir ki, o ev dolayısıyla Peyğəmbərə də mənsubdur, amma onun daxilində kişilər də var. Çünki ərəb dili dilçilik baxımından əgər bir cəmiyyətdə, bir toplumda 1000 dənə də qadın da olsa, aralarında bir dənə də olsa kişi varsa, ərəb bunu kişi zəmirində, yəni kişi şəkilçilərinə uyğun işlədər. Bəs deməli burada ifadə ki gəlir, İnnəmə yuridullahu liyuzhibankum rijsa əhlel beyt. Beyt artıq buyut sözünü Allah gətirdi, bir evə sabit elədi. Deməli Peyğəmbərə bağlı olan bir ev var. Peyğəmbərin mənsub olan xanımlardan bir xanım var. O xanım ki bir dənə ondan nəzərdə tutur və onun da daxilində kişilər də olsun.
Biz peyğəmbərin həyatına baxanda görürük. Peyğəmbərin digər həyat yoldaşlarının evində peyğəmbərə nisbət verilən kişilər yoxdur. Onun mənsubluğundan danışılan kişilər yoxdur. Bir dənə xanım Fatimə Zəhranın mənsub olan ev və onun evin daxilində olan kişilər var ki, İmam Əlidir, İmam Həsən, İmam Hüseyndir. Buna görə Allah o evi nəzərdə tutur, beyti buyutla məhdudlaşdırır, bir evə gətirir, o peyğəmbərin evidir. Və buna görə də kişi zəmirində işlədir ki, o evin içərisində xanım Zəhradan başqa kişilər də var. Bəs dolayısıyla bu ifadə, çünki ayənin əvvəli qadınlara xitabən başlayıb, söhbət xanım Zəhranın evindən gedir. Amma o evin içində kişilər də var deyə kişi zəmirində gətirir. Elə. Məsələni ən lor dildə desək, ey xanım Fatimə Zəhra salamullah əleyhanın evində olan kişilər deyə ayəni bu cür başa düşdük biz. Bəli. Bəli. O bir yaxda qəşəng nöqtələrə toxundun. Ayədə qrammatik baxımdan bu cümlədə çox təkidlər işlənib. Yəni ərəb dilində belə bir cümlə qurmaq ərəbi heyrətə salır. Yəni o dövrün ərəbini bir təsəvvürə gətirək və bu tərzdə bir cümlə quraq. Yəni bir sözü sanki Allah dəfələrlə müxatəbinə təkrar şiddətlə ən üstün bir həddə necə lazımdır demək lazımdır, elə də deyir. İnnəma özü bir təkiddir. Ankum orada bir təkiddir ki, kumdan sonra yenə də bir əhl-i beytdir, o da bir təkiddir. Yutahirakum tatiran ki, məf'ul mütləqdir bir yaxda dedin, o da bir təkiddir. Məsələn, məf'ul mütləqə bizim də necə tərcümə eləmək olar? Yutahirakum tatiran ifadəsinə. Necə lazımdı paçladı. Yəni elə belə lazım idi, belə də oldu. Mən üzr istəyirəm, yəni mənim həddimə nədir ki, sizin hafızlar əvvələ təhlil eləyim, səhv və nəhv üsulu ilə. Mən sadəcə sizdən öyrəndiklərimdir. Aşağıda Şeyx Zülfüqar var. Ondan, sizdən, Səbuhi qardaşdan öyrəndiklərimdir ki, burada danışıram. Özümdən heç nəyim yoxdur əlbəttə. Buyurun. Hətta məsələn 34-də də gedəndən sonra yenə ayə qayıdır qadın zəmlərinə. Vazkurna, məsələn xatırlayın, yenə qadın cinsində gətirir. Siz ey qadınlar, siz xatırlayasınız. Bəli, Əhzab surəsi 37, sanki 33-ün ilk cümləsindəki qadınlara xitabın davamiyyətini Allah elə bir qaldığı yerdən davam edir. Bəli, bəli. Biz bunu zəmir dəyişməklə bilirik ancaq. İndi o qeyd dəftərimizdə qeyd elədiyimiz sual kontekstində verdiyim suallar var idi. Digər hissələrinə gələk. Buyurun. Cümlənizi bu və beyt fərqinə görə də bilirik. Bəli, cümlənizi bitirin. Həmçində hardan bilirik? Bunu da qeyd edeyim. Bir dəlil ünvanında deyirəm onu da. Məsələn, Əhzab 33-də Allah əvvəldə peyğəmbərin zövcələrindən cəm danışdı, qadınlarından. Bu cümlədən amma istisna gətirdi. Biz həm qrammatik baxımdan peyğəmbər zövcələrdə bilirik. Misal anaları ayəsi. Hansı? Peyğəmbərin zövcələri möminlərlə. Yox. Bu ayə deyil. Biz bu ayədən bildik ki, həmin əhl-i-beyt məsumdur da, hər cür rit sonlardan gedib, eyni zamanda paçlarında paçadır, düzdür? Hə, onlar Səbuhinin ayəsi. Təhrim surəsi 4-5. Səbuhinin ayələri. Biz bu ayələrə baxdığımız zaman nə görürük? Peyğəmbərin 2 dənə həyat yoldaşı Peyğəmbəri incidib, elə bir tərzdə incidib ki, Peyğəmbər narahat olub. Hətta ayənin mətnində incə nöqtələr var. Məsələn, ayə başlayır ki, İn tətubə ilallah. Tətubə ikili halda. Özü qadın zəmirinə nisbət vermişik. Əgər siz ikiniz Allaha tövbə etsəz, demək ortada bir günah var. Bir xəta var, Allah tövbədən danışır. Fəqət sağət qulubəkumə. Yenə ikili hala qaytarır. Sağət qadın cinsindədir. Çünki sizin qəlbinizdə bir xəstəlik var. Bir problem var. O problemə görə tövbə edin. Və in təzahərə aleyhi və əgər ona qarşı, yəni Peyğəmbərə qarşı bir-birinizə dəstək olsaz, kömək olsaz, aleyhi fə innallahu və məvləhu və bilin ki, həqiqətən də Allah onu qoruyacaq. Allah da onun köməyində olacaq. Allah da onu himayə edəcək. Sonra və Cibrilə və Cibrilu və Cəbrail onu qoruyacaq. Və salihul müminin bəs əməli salih olan möminlər onu qoruyacaq. Vəl mələikətu və mələklər bə'də zəlikə zahir. Ondan sonra da gələn nə qədər yardımcısı var hamısı. Bəs Allah burada bir cəbhə yaradır. Siz ikiniz birsiz. Mənəm, Cəbraildir, əməli salihlərdir, digər mələklərdir və bunlara dəstək olan möminlərdir. Bunlar da bir tərəfədir. Yəni İndi o üzr istəyirəm, çox üzr istəyirəm. O əməli salih möminlər kimlərdir və onlara dəstək olanlar kimlərdir? Muxlislər. Əmələ salih olan möminlər Peyğəmbərin dönəmində olan məxsus məsumlardır. Ona dəstək olanlar onun tərəfində duranlardır.
Bir, Ama bir dikkat dəqiqə bir edersen- şey diyeyim. İcazə varsa. Allah Subhanahu ve Taala buradaki o dediğin cəbhəni yaradır ha. Allah boş söz deməz, Qur'ana əbəs, havayı bir söz deməz. Bu sayra Allahdır, mələklərdir, əməl salih möminlərdir və s. Qruplara ayırır. Ki bu qruplara ayırmaq özü məsələnin şiddətli olmağından irəli gəlir. Ki gör məsələnin nə dərəcədə şiddətlidirsə, yəni burada qısqanclıq mövzusu deyil. Ki biz bir sıra ayələri qabağa salsaq, Təhrim surəsinin 10-cu ayəsində Allah Subhanahu ve Taala o iki zövcəyə iki peyğəmbərin iki zövcəsini misal olaraq gətirir. Ki məsələ gör nə qədər şiddətlidir. Aydın? Buyurun Elvin bəy. Yəni elə mən də bu nöqtəyə toxunmaq istəyirdim. Yəni ortada gələn hər o günah elə bir günah imiş ki, aradan sıradan bəsit bir günah deyil idi. O qədər mühümdür ki, Allah Quranda ona xüsusi bir yer verir və bu günahı da bizə bəlli elədiyi zaman bir uçurum yaradır. Yəni elə bir günah elədin ki, məni qarşıva aldın. Cəbraili qarşıva aldın, mələkləri qarşıva aldın, peyğəmbərləri qarşıva aldın, möminləri qarşıva aldın. Yəni sənin cinayətin möminlə sanki üz-üzə dayanmaq cinayəti həddindədir. Belə bir böyük günah işlətdin. Növbəti ayədə Əsə Rabbuhu in tallaqakunna. Bu artıq bu talaq peyğəmbərə xitabdır. Yəni peyğəmbər isə talaq versə, yəni boşasa. Deməli peyğəmbər arvadından söhbət gedir. Kunna qadın desin, yəni qadınlara qayıdacaq. Əgər o sizi boşasa, mümkündür ki, Rəbbi ən yubdiləhu peyğəmbərin özünə əvəz olaraq əzvacən yaxşı zövcələr versin, xayran, yaxşı zövcələr versin minkundan, sizlərdən. Hətta deməli ifadə necədir özə? Ən yubdiləhu əzvacən xayran minkum. Sizdən daha yaxşı zövcələr. Deməli biz ayədən başa düşürük ki, o dövrdə bu iki dənə qadın kimisi üçün ayə ikili təsniyə deyirlər də, ikili haldadır. İki qadından daha xeyirli qadınlar da var imiş. Daha üstünlər də var imiş. Muslimətin sizdən daha müsəlmandır. Müminətin sizdən daha mömindir. Qanitətin sizdən daha itaət edəndir, daha itaatkardır. Təibətin sizdən də çox tövbə edəndir, çox bağışlama diləyəndir. Abidətin sizdən daha çox ibadət edir onlar. Səihətin onlar oruç halındadılar, oruç tutarlar daha çox. Səyyibətin və sizdən dul və yaxud da daha da bakirə qadınlar ona verə bilər. Məsələn, bu ifadələrə baxanda gördük ki, o dövrdə hətta bunların da üstünləri var imiş. Əgər məsumdularsa bunlar, bundan üstünü necə ola bilər? Deməli, məsum deyil. Hətta burada ifadədə gəlir ki, təibət, tövbə edən. Deməli, sizin bu birinci tövbəniz də deyil, hələ. Daha da çox tövbə sizə əmr oluna bilər. İşte bu ayə əsasən görür ki, Peyğəmbərin zövcələri arasında günah edənlər var. Hətta elə bir tərzdə günah edənlər var ki, Allahı özünə qarşı bilir. Allaha bir cəhbə açır. Deməli, Əhzab surəsi 33-cü ayənin hökmünə əsla şamil ola bilməzlər. Əsla ora girə bilməzlər. Çünki Əhzab onları mütləq pak bilir. Ritsi yox eləyir. Pakın pak, necə lazımdır paklayır. Amma gəlib burada belə bir cinayətlə ki, Allahla üz-üzə dayansınlar, deməli, Peyğəmbərin zövcələri həmin o Əhzab surəsinin ayəsinə daxilə bilmirlər. Allah razı olsun. Yayımımızı izləyən hər bir kəsdən xahiş edirəm. Səbuhinin, Elvinin, bizim canlımızı izləyən qardaşlar, bacılar, analar, əmilər, dayılar. Hər kəsdən artıq dərəcədə xahiş edirəm. Canlı yayımlarımızı maksimum bəyənin ki, daha çox insanın qarşısına çıxsın, daha çox insan faydalansın. Mən bilirəm ki, siz də belə deyək də, yəni həzz alırsınız bu söhbətlərdən, bu danışıqlardan. Əminəm ki, çox xoş təsir edir, əminəm ki, çox xoş təsir bağışlayır. Amma canlı yayımı hər bir kəs maksimum dərəcədə bəyənsin, ətrafındakı insanlarla paylaşsın. Bu arada yayımdan nəsə problem var. Deyirlər, bəyənirik, ekrana düşmür. Bəyənmə yox, o bəyənmə olmur deyirlər. Məndə bəyənmə qalxıb da bilmirəm. Düşür. Bəyənmə düşür axı, necə düşmür? Deyinə qədər adam bəyənir. Bir də Məndə 40 qalıb. bizə bir Kimdə bəyənmə olmursa yayımdan çıxsın, girsin, bir dənə də yoxlasın. Çıxsın, girsin. Hə, buyur qardaşım. Davam elə. Bir də bizə bu ayə ilə bağlı bir irad verirlər. O iradı biz yetərincə cavab vermişik. Ki, Nur surəsinin 26-cı ayəsində Allah Subhanahu və Taala buyurur ki, mömin qadınlar mömin kişilərə layiqdir.
Mömin qadınlar da mömin kişilərə layiqdir ayəsi ki, Peyğəmbər mömin idi, möminliyi mütləq idi. Əsər və İdam. İnnel mu'minine vel mu'minati bu ayə. Hə. Ya ayəsinin ayədir, başqa bir ayədir. Hə. Deyil. Bəs zövcələrin bəziləri nəyə görə, kişiyənin sözünə görə ki, mömin deyildilər? Axı bu necə bunlara aiddir? Əgər Peyğəmbər bunları niyə aldı və yaxud ki, niyə tələb vermədi, niyə boşamadı? Bu tipli suallar verilir. Buna bizim çox cavabımız var. Birinci cavabımız bundan ibarətdir ki, Nur surəsinin 26-cı ayəsi birinci mütləqi ayət deyil. Ki, mütləq şəkildə sən möminsənsə, sənin qarşına mütləq şəkildə möminə xanım çıxacaq. Bu dəvət ayəsi. Ki, sən mömin ol ki, qabaq. Çünki biz başqa məsələlərə baxanı, məsələn, İmam Həsən əleyhissalamın zövcəsinə baxırıq və yaxud ki, Peyğəmbərin əvvəlki ümmətlərə baxırıq. Digər peyğəmbərlərin sözlərlə baxırıq. Misal olaraq, bəli, Lut əleyhissalamın zövcəsi, Nuh əleyhissalamın zövcəsi, Fironun zövcəsi. Yəni, görürük ki, burada qarşıdurma var. Ki, bu mütləqi ayət deyil. Bu dəvət ayəsidir ki, qadınları möminəliyə, kişiləri isə möminliyə dəvət edir. Ki, az öncə Kərbəla Elvin qardaşlar Təhrim surəsinin qısa amma səlis, gözəl şəkildə izah etdi ki, burada təbii ki, Nur Əhzab surəsinin 30-cu ayəsinə aid deyil. Ki, orada rit sözü də var, aradan aparmaq istəyir misalı var orada, gələcək zamandandır. Ki, bəzən də bizə də sual verirlər ki, bəs Əhl-i Beyt oradakı sizin qəsd etdiyiniz Əhl-i Beytdirsə, İmam Əli, İmam Həsən, İmam Hüseyndirsə, bəs bunların hansı çirkinlik işləri var ki, Allah bunları aparmaq istəyir? Bunun zaten cavabını vermişik. Yəni, təkrar olaraq cavabını verək, gecə cavabda da qüsur olsa, inşallah Müntəzir bəy, İlbin qardaş da İraq bildirə bilər mənə. Məndən daha gözəl cavablardır. İstəyərəm ki, sizdən öyrənim. Ki, mənim özümə məxsus bir cavabım bundan ibarətdir ki, bu mənim cavabım deyil, mən də oğurlamışam alimlərdən. Ki, biri var müayinə, biri var müalicə. Müayinə, biri var rəf, biri var dəf. Müayinə nədir, müalicə nədir? Müayinə odur ki, insan hələ xəstələnməyib, qarşıdan gələn xəstəliyi hindidən dəf etmək üçün hazırlaşırsa, bir proseslər aparırsa, ona deyərlər dəf. Bir də var ki, bunun rəfi də var. Rəf nədir? Mən artıq bir xəstəliyə tutulmuşam, artıq mənə müayinə yox, müalicə lazımdır. Əgər mən müalicə edirəmsə, demək mən artıq xəstəyəm. Buna deyərlər nə? Rəf. Ayədəki, oradakı ric dəflə gəlir, rəflə gəlir. Ki, ayə müalicəvi ayə deyil, müayinəvi ayədir. Hələ bunlar xəstəliyə tutulmayıblar. Bildi ki, sonraki Təhrim surəsindəki ilk ayələr görür ki, Peyğəmbər zövcələri Peyğəmbərə qarşı tövbəyə layiq olan bir hərəkət edirlər ki, onun qarşısı gələk tövbə ilə alınsın, tövbə ilə yolsun. Tövbəli olan bir işdir, günah olan bir işdir. Bu nə mübahdır, nə də məkruhdur. Çünki məkruhla mübah məsələsində tövbə ehtiyac olmaz və Allah subhanahu wa ta'ala öz camalını, mələkləri, əməli salih möminləri də nə edir? Sərhəd çəkir zövcələrə. Ki, digər ayələrdə də zaten iki Peyğəmbərin cəhənnəmlə müjdələnmiş iki Peyğəmbərin zövcələrini misal olaraq gətirir. Ki, bu demək ki, bu əməlin, bu hansı bir feilin, iki xanım etdiyi feilin qarşılığı cəhənnəmdən müjdələnməkdir. Buyur. Xəta etmirəm Kərbəla. Mən istəyirəm başqa bir ayəyə də toxunaq. Və orada əksəriyyətimizin diqqət eləmədiyi incə nüanslar var ki, biz ona da qayıdaq. Bunlardan biri mübahilə ayəsidir. Mübahilə ayəsində Əhl-i Beyt əleyhissalamın ali məqamının önə gəlməsi. Biz adətən onun son ifadələrini diqqət eləmişik, amma ayənin əvvəlində Allahın vurğulamaq istədiyi başqa həqiqətlər də var. Nədir həmin həqiqətlər? Deməli, Ali İmran surəsinin 61-ci ayəsində Allah buyurur ki, Bismillahirrahmanirrahim. Fəmin həccəkə fi. Hər kim ki səndən höccətləşir, höccətləşməz necə deyək? Sporlaşır, hər kim səninlə mübahisə etməyə çalışır, çabalayır və ya bundan bir məqsəd hiss edir. O şey barəsində fihi min ba'd ma ja'aka min al-ilm. Sənə elm gəldikdən sonra, sənə vəhiy gəldikdən sonra, sən müəyyən şeylərdən xəbərdar olduqdan sonra səninlə mübahisə etsə, hər kim ki səninlə mübahisə etsə, fəqul, yəni onlara belədir. Burada əmr gəlir. Siğə əmr deyirlər də buna. Fəqul. Peyğəmbər deyil.
Bəs mübahiləni başladan tərəf bizik. Bizdən də kimdir? Allahdır. Mübahiləyə başlanğıcı verən Allahdır. Eyni zamanda da Allah Peyğəmbər deyir ki, Peyğəmbər başlanğıcı necə ver, necə danış onlar. Belə danış. Ta'alu nad'u. Gəlin çağıraq. Kimi çağıraq? Əbnəənə və əbnəəkum. Öz oğul uşaqlarımızı, oğlanlarımızı, siz də öz oğlanlarınızı. Və nisəənə və nisəəkum, biz öz qadınlarımızı, siz öz qadınlarınızı. Və nifusənə və nifusəkum, biz özümüzü, siz özünüzü. Sümmə nəbtəhil, daha sonra bir-birimizə qarış edək. Və nəc'al la'nətallahi aləl kəzibin. Və Allahın lənəti olsun, qarışımız da necə olsun? Allahın lənəti olsun yalan deyənə. Burada incə nüanslar nədir? Ayədə mübahilə dəvəti Allahdan gəlir. Nəinki Peyğəmbərdən, nəinki onlardan. Allah belə bir iddiaya qalxır. Əgər əminsinizsə, sözünüz doğrudursa, gəlin lənətləşək. Necə lənətləşək? Oğlanlarımızı gətirək, oğlanlarını gətirək. Diqqət edin, biz hər məzhəbin hədis və tarix kitabına baxanda görürük ki, burada oğlanlar sözdə məqsəd İmam Həsənlə İmam Hüseyin əleyhissalam. Amma ayə 2 təsniyə zəmirində gəlmir. Cəmdə gəlir. Bütün oğlanları. Siz də bütün oğlanları. Yəni bu gələn 2 nəfər elə bir şəxsdir ki, o ümmətdə bütün oğlanlara bərabərdir. Onların da üstünlüyü. İkinci, və nisəənə və nisəəkum. Bir qadın gəlir, amma Allah bunu cəmdə verir. Bütün qadınlarımızı gətirək, siz də bütün qadınlarınızı gətirin. Ayə cəmdə gəlir, amma Peyğəmbər bir qadın gətirib. Elə bir qadın ki, bütün ümmətin qadınlarına bərabərdir. Üçüncü, ənfusənə və ənfusəkum. Özümüzü gətirək, özünüzü gətirin. Ayə yenə təkdə deyil. Özlərimizi gətirək, daha dəqiq ifadənizi. Özlərinizi gətirin. Yəni Peyğəmbər elə bir şəxsi deyir ki, özün misalında gətirəcəm, bütün ümmətə bərabərdir. İmam Əli əleyhissalamı gətirir. Yəni ayənin ləfzinə baxdığımız zaman Allah burada elə şəxsləri elə bir sürətdə təqdim edir ki, Peyğəmbər bunun oğlanlar oğul kimi bütün oğullardan üstündür. Qadın kimi bütün qadınlardan üstündür. Özün də özüm ünvanında hər bir fərdin özündən daha üstündür. Gələn də Əlidir. Bəs elə bir ifadə ki, Peyğəmbər bunu belədir, elə bu tərzdə danış. Nəinki Peyğəmbər sən mübahiləyə dəvət elə, necə dəvət elədin biz hədisdən öyrənək, yox. Peyğəmbər ifadədə hətta belə işlət, belə seç. Çünki ayənin əvvəli fəqul ilə başlayır. Allah bu tərzdə də dizdirir. Yəni bu kəlmələri sən özün belə seçsən ki, bunların məqamları da önə gəlsin. Bunlar özü aşkara çıxsın. Ona görə hədisin mətninə baxanda biz görürük, Peyğəmbər ailə üzvlərindən gəldiyi zaman onlar qorxurlar və tez də qaçırlar ki, mübahilə baş tutmasın. Niyə? Çünki ifadənin ağırlığı budur. Onlar gözləyirlər ki, Peyğəmbər nə qədər adam yığıb gələcək, nə qədər qadınla gələcək. Yox. Peyğəmbər xüsusi adamlar seçir, elə bir adam seçir ki, bütün ümmətə bərabər olur. Sizin gözləntiniz elə gözləntinizdir. Amma hamısına bərabər və hamısına daha üstün fərdlər gəlir. Və bir şey əlavə edeyim ki, mübahilə məsələsi bəd-duadır. Yəni duadır, amma rəhmət duası deyil, bəd-duadır. Ki biz də digər ayələrimizdə və yaxud ki sünnədə, qaydada görürük ki, duanı o şəxsə edirlər və yaxud da o şəxsə dedizdirirlər ki, həmən adam Kərbəla demişkən daha ali dərəcədə olsun. Ki necə ki Quran-ı Kərimdə Allah Subhanahu va Taala buyurur ki, gedin peyğəmbərdən istəyin, peyğəmbər məndən istəsin. Ki və yaxud ki Yaqub əleyhissalam qissəsində Yaqubun övladları gəlir Yaqub əleyhissalama deyir. Niyə görə özləri istəyə bilərdilər, amma özündən daha üstün şəxslər istəyirlər. Demək ki, bu bəd duada da bunun dua olduğuna görə və Allahla müraciət etdiyinə görə də o elə bir şəxslər olmalı ki, onların duası qəbul olsun. Duanın qəbul olmağı onların digər şəxslərin daha üstün olmağıdır. Daha mömin, muxlis olmağıdır. Aydın? Demək ki, elə Kərbəla Elvin qardaşın deməyi ilə zaten dəlil sübut budur ki, Əmirül Möminin əleyhissalam, xanım Fatımə Zəhra salamları aleyhə, İmam Həsən və İmam Hüseyin ümmətin ən üstün kişi və qadınlarıdır. Ki, onların duası belə Peyğəmbər seçir gətirir. Məsələ budur. Sadaqallahul aliyyul mevla. Qardaşlar, mən düşünürəm məsələn burada dayandıraq, insanları çox yükləməyək, nə də özümüzü çox yormayaq, sizləri daha doğrusu yormayaq. Mən heç etmədim. Mən kiməmişlər nəsə edəm. Dinləyən hər bir kəsə təşəkkür edirəm. Mən xüsusən də sizlərə təşəkkür edirəm. Haqqınızı halal eləyin. Biz cahil insanlara nə isə öyrədirsiniz. Həqiqətən nə xoş halımıza ki biz şiəyik, nə xoş halımıza ki biz o Əhl-i Beyt əleyhimussalamın xəttindəyik ki, onları Allah Əzzə və Cəl öz əzəli iradəsi ilə
məsum qərar verdi, pak və müqəddəs etdi. Nə xoş halımıza ki, o Əhl-i Beytin tərəfdarlarıyıq ki, onlar aləmlərdən ən üstündür. Nə xoş halımıza ki, biz o Əhl-i Beytin tərəfdarıyıq ki, Allah Əzzə və Cəl o Əhl-i Beyti öz qərarı ilə özü təyin etmişdir. Nə xoş halımıza ki, biz o əlinin şiyyəsiyik ki, Allah Rəsulü Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləm özündən sonra ümmətə rəhbər olaraq onu təyin etdi. Nə xoş halımıza ki, biz o Zəhranın balalarıyıq ki, Allah Əzzə və Cəl o Zəhranı 12 dənə imamın anası qərar verdi. Nə xoş halımıza 11 imamın anası qərar verdi. Nə xoş bizlərin, biz şiyələrin halına. Allah bizləri bu xəttə möhkəm qərar versin. Allah Əzzə və Cəl bizləri bu məsələdə o qədər üstün qərar versin ki, xoş bizim halımıza ki, Allah Əzzə və Cəl bizləri bu məqamla izzətləndirib. Və Allaha sonsuz dua edirəm ki, Allah Əzzə və Cəl dinləyən, izləyən və danışan hər bir kəsi bu məqamda sabit qərar təyin etsin. Bu məqamı tərk etməyə, bu tərk edəcək qədər bizləri izzətdən salmasın. Allah Taala bizləri bu izzəti Allah bizə verdiyi üçün Allaha sonsuz həmd və səna edirik. Xoş şiyyələrin halına ki, Allah Əzzə və Cəl bizləri bu Əhl-i Beyt mənsublarının şiyyələri və xüsusən də bu Əhl-i Beyt, Əhləl-Beytin əleyhimussalamın tərəfdarı qərar verib. Allah bizləri bu yoldan ayrı salmasın. Amin inşallah. Amin. Qarşısına insanlar bu məsələdən daha çox faydalansınlar. Gərəkdir imamət risalətə Tohaya canişin oldu Hala yaratmışam Qulaq as, qulaq as. Mənim Aç qulaqlarımı yaxşı-yaxşı dinlə. Ey qiblə əhli olduğunu zənn edən yahudilər. Onun itaati hükmü elini lazımul icra yaratmışam Mən Kəbəni Yarattım ona zadegah ola. Deyir, mən Kəbəni yarattım ona
Diqqət eləyin. Burada istifadə olunan sözlər əbəs yerə istifadə olunmayıb ha. Burada istifadə olunan söhbətlər bayaqdan danışılan məsələlərdir elə. Qeyri bir söhbətlər yoxdur. Bayaqdan burada nə danışılırdısa eyni söhbətlər gedir burada da. Fərqli bir şey deyil. Bax, şiə olmaq o günlərim Elvin bir söz dedi. Mən onun üzərində biraz araşdırma apardım. Həqiqətən də böyük alimlərin tədqiqatı budur ki, insan günahkar ola bilər, günahları ola bilər və s. və axır. Əhl-i Beyt əleyhimussalama olan məhəbbət fitridir. Bir insanın Əhl-i Beytə qarşı məhəbbəti fitrətdən gəlir. Günahkar ola bilər, xətası ola bilər, səhvləri ola bilər, amma fitrətən Əhl-i Beytə bir məhəbbəti var. İmam Əliyə, İmam Hüseynə, İmam Səccada, İmam Rızaya, İmam Sadiqə, İmam Musa-i Kazıma, İmam Hadiyə, İmam Nəqiyə, İmam Təqiyə. Bir məhəbbət ki var, elə bir məhəbbətdir ki, meyillənir. Onlara qarşı bir təəssübkeşliyi var. Və bu elə bir məsələdir ki, özündən asılı deyil. Bu heç də çoxlarının bizlərə təkid etdiyi, ata-babalarından eşitdiyi dini yaşayırlar söhbəti də deyil ha. Mənim tanıdığım adam var ki, atası anası əhl-i sünnə, nəsli nəcabəti əhl-i sünnədir. Amma Əhl-i Beyt əleyhimussalama şiddətli məhəbbəti var. Bu məsələ fitri məsələdir uşaqlar. Xoş halınıza ki, fitrətinizdə bunlar bəyan olur. Əhsən. Gecəniz xeyrə qalsın. Özü qoruyun. Allah əmanətini inşallah. Xudahafiz qardaşım. Həm də getməyə bəhanə axtarır. Yox, canlıda bir 2 dəqiqə vaxt ayıracağım. Bəziləri var ki, məndən istəyirlər. Hə, bizdən də istəyən var, ateistlərdən. Biri yazıb ki, nə yazıb? Zorla öz beynimizə yeridirsə olmayan şeylər inanırız. Bəlkə hər an bu qədər xətm eləyək. Elvin, mənə də icazə ver, məşğuliyyətimizə davam eləyək. Təşəkkür edirəm. Xudahafiz. Allah'a emanet. Güzel. Xeyrə qarşı qardaşım, Allah'a emanet.